Əziz izləyicilərimiz, hər vaxtınız xeyirli olsun, gününüz xeyirli uğurlu olsun inşallah. Bugün inşallah müştərilərimizə hansı konseptə uyğun modellər göstərirsən Bugün Vəli bəy? müştərilərimizə inşallah yeni gələn kolleksiyamızı göstərəcəm. Mirabella kataloqdur. Parçaları təmiz İtalyan parçalarıdır. Yəni bunların keyfiyyətləridir, dizaynlarıdır, tam fərqlidir. Həm yuyulma qabiliyyəti çox yüksəkdir. Yəni bunlar sırf kətandır, təmiz kətandır. Materiallar çox yüksək səviyyədədir. Həm də dizaynlar hamısı bir-birindən fərqlidir. Yəni keyfiyyətlər, nə bilim, materiallar, yuyuluşlar, quruluşlar hamısı fərqlidir. İstənilən rənglər, istənilən modellərdə mövcuddur. Əsasən də bunlar bu ilin ən çox tələb olan modellərdir. Yəni sadə üslubda çox elə abartılı mallar deyil. Məsəl üçün bu ilin ən çox tələb olan mərmər effektidir. Burada digər rəngləri var. Bu belə krem rəngi var. Sonra digər belə biraz sarı ilə kremin qarışığı var. Ümumiyyətlə Mirabella kataloqu belə pis şey çıxmasın sözün. Aboy kolleksiyasının içində çox keyfiyyətli aboylardan biridir. Çünki sırf dizaynlar hamısı İtaliyadan alınır. Düzdür, istehsalı Kitayda olsa da, yəni paşteç buna Kitay demək olmaz, bu İtaliya ilə birəbirdir. Materialın qalınlığıdır, aboyun görünüşüdür, keyfiyyətidir, hamısı ən yüksək səviyyədədir. Hətta üstünə vurulan kraskalar təbii İtaliya kraskalarıdır. Elə aboylar var ki, istehsalı da Kitaydır. Yəni hər bir şey Kitaya məxsusdur, amma bunlar elə deyil, bunların materialları tam fərqlidir. Məsələn, bunlar görürsən, hamısı qabarıq nitridir, öz üzəridir, parıltısı da var. Çox belə qarışıq göstərməyəcəm, bir ikisini göstərəcəm, baxın, bu tam fərqli bir modeldir, sadəsi də 2 cürdür, belə adnatonus da var, plus belə sadəsi də var. Sonra bu belə modellər var, sadələr də ilan dərsi oxşayır ilan qabığına. Bir də o belə kolleksiyalar var, bunlar da həm sadə və gözəldir. İnşallah kimin əlavə ilə sualı olsa, abo ilə bağlı, yəni əlaqədir, ünvandır, hamısını köməkli göstərə bilər. Səhifəyə yazın, zəhmət olmasa biz sizə xidmət göstərəcəyik. Və ən əsası da videonu bəyənib qayd eləməyi 100%. unutmayın. Əsas videonu bəyənmək lazımdır ki, video kəşfdə düşsün. Bir də bacardığınız qədər takip atar səhifəyə.